Salam, mən İlqar Eybov. 30 yaşım var. Əslən Şamaxı şəhərindənəm. Hal-hazırda Almaniyanın Ingolstadt şəhərinin daxili xəstəliklər və kardiologiya şöbəsinin rezident həkimiyəm. 2012-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşam və 2018-ci ildə oranı müvəffəqiyyətlə qırmızı diplomla başa vurmuşam. Və universiteti bitirdikdən dərhal sonra Almaniya Federativ Respublikasına gəlib burada həkim kimi fəaliyyət göstərirəm. Bu müddət ərzində istər maddi, istərsə də mənəvi dəstəyə ehtiyacımız olub. Bunun ən başlıcası təbii ki, valideynlərimizdir, daha sonra isə dövlətimizin qayğısı olub. Universitet təqaüdü özümüzün xüsusi bir klinikalarda müəyyən işlər görməyimiz və bunların arasında ən önəmlilərindən biri və hansı ki, bu direkt mənimlə əlaqədardır, xüsusi bir təqaüd proqramından yararlana bilmişdim. Bunu həmin vaxtı tələbə olduğum müddətdə Şamaxı şəhərindən millət vəkili seçilən Elxan Süleymanovun xüsusi şəxsi vəsaiti hesabına olan təqaüd proqramı idi ki, və bundan yararlana bildiyim üçün çox şad idim. Və həmin təqaüd nəticəsində müəyyən bir ekonomiya edərək, belə deyim, dil kursları, xaricə səyahətlər, ekskursiyalar edərək müxtəlif ölkələrin səhiyyə sistemləri ilə yaxından tanış ola bildim və sırf Almaniyanı özümə bir hədəf ölkə kimi seçdim. Və nəticədə universiteti bitirdikdən sonra artıq buraya gələ bildim. Və hal-hazırda burada olmağımın əsas səbəbkarlarından biri də Elxan Süleymanovdur əslində deyə bilərəm. Çünki belə bir şəraitin yaranmasında böyük bir rolu var. O baxımdan Elxan müəllimi buradan salamlayıram. Qarşıdan gələn yeni il və Dünya Azərbaycanlıların Həmrəylik günü ilə təbrik edirəm və ona uzun ömür can sağlığı arzulayıram. Salam, mən Arzu Fətəliyeva, hal-hazırda Bursa Uludağ Universitetinin Tibb Fakültəsinin Daxili Xəstəliklər üzrə bölməsində rezidentura təhsilimi davam etdirməkdəyəm. 2013-19-cu illərdə Azərbaycan Tibb Universitetinin Müalicə Fakültəsində təhsil almışam. Bu təhsil aldığım zaman dilimində Azərbaycan Milli Məclisinin deputatı Elxan Süleymanovun şəxsi hesabına təsis etdiyi təqaüd proqramından mən də faydalanmışam. Bu təqaüd proqramını tələbələr üçün təsis etdiyi üçün Elxan Süleymanova təşəkkürlərimi bildirirəm. Azərbaycan gənclərinin gələcəyini, təhsilini, ziyalaşmağını önəmsədiyi üçün ona minnətdarlığımı bildirirəm. Elxan müəllim salam, ümid edirəm hər şey yaxşıdır, səhhətiniz və digər şeylər hamısı qaydasındadır. Nə vaxt əlimə belə bir fürsət düşəcəyi və sizə təşəkkür edə biləcəyim aklıma gəlməzdi, çox gözəl təşəbbüsdür. İlk öncə özüm haqqında məlumat verim. Mehman İsmailov, 2012-ci ildə Şamaxı şəhərindən məzun olmuşam. Qafqaz Universitetinə daxil olmuşam, kompüter mühəndisliyi ixtisasına və həmin vaxt siz yüksək ballı tələbələrə təqaüd verirdiniz öz şəxsi hesabınıza və həmin o şanslı tələbələrdən biriyəm. Etdiyiniz çox dəyərli bir şey idi. Maddi tərəfdən müxtəlif situasiyalardan çıxardıb məni, çox böyük dəstək olub mənə və təbii ki, mənəvi cəhətdən bizi tez-tez ofisə çağırmağınız hamısı yadımdadır. Bizimlə çox gözəl söhbətlər edirdiniz, məsləhətlər verirdiniz, təcrübələrinizi paylaşırdınız, nələr etməli olduğumuzu, etməməli olduğumuzu deyirdiniz. İndiyə kimi hamısı yadımdadır, tez-tez ümumiyyətlə fraqmentlər də yadıma düşür. Hələ də hamısı çox dəyərlidir. Hamısına görə çox-çox təşəkkür edirəm. Hal-hazırda Almaniyada Berlin şəhərində yaşayıram. 2019-cu ildən bəri universiteti qutarandan sonra bir müddət Azərbaycanda çalışdım. Daha sonra isə Almaniyada çalışıram, Almaniyada işləyirəm. IT ilə bağlı müxtəlif vəzifələrdə çalışmışam burada. Tez-tez Azərbaycana gedib gəlirəm, Şamaxıya gedib gəlirəm. Eləyə biləcəyim hər nə varsa əlimdən gələn canla başla etməyə hazıram. Bir daha təşəkkür edirəm, özünüzdən müğayət olun. İnşallah görüşmək ümidi ilə. Salam İlxan müəllim, mən Aytac İsmailova. Sizinlə ilk dəfə 2014-cü ildə tanış olmuşdum. Mən sizin ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən təqaüdçü tələbələriniz sırasındaydım. Belə ki, 2014-cü ildə Azərbaycan Dillər Universitetinin İngilis dili tərcüməsi ixtisasına qəbul olmuşdum. Və siz məni sadəcə təqaüdlə təmin etməklə qalmamış, eyni zamanda praktiki təcrübə qazanmağıma
üçün öz ofisinizdə işə də götürmüşdünüz və mən 6 ay müddətində sizin Bakıdakı ofisinizdə çalışmışam. Amerikaya təqaüdlə təhsil almağa gəldim. Master, magistr təhsili aldım. Biznesin idarə edilməsi üzrə təhsil aldım və təhsil aldığım müddət boyunca da işlədim və eyni zamanda fərqinə vardım ki, mən mühasibə büdceti və auditi çox sevirəm və ikinci masterə qəbul oldum. İkinci masterimi oxudum. Hal-hazırda və artıq bitirmək üzrəyəm. İnşallah yayda Amerikada praktika keçəcəm və Allahın köməyi ilə işləməyə başlayacağım. Sizi tanıdığım üçün çox sevinirəm. Bu videonu əgər ailənizlə birlikdə də izləyirsinizsə, hamısına demək istəyirəm ki, siz çox şanslısınız ki, sizin həyatınızda Elxan müəllim kimi biri var, onun kimi sizin ailənizə böyük eləyən biri var. Həqiqətən də müvəffəqiyyətli insanlar çox olsa da, yaxşı insanlar çox azdır və sizin ailənizdə belə bir insan var. İlham müəllim sizin də, ailənizin də yeni ilini, eyni zamanda dünya Azərbaycanlılarının həmrəylik gününü təbrik edirəm. Amerikadan sizə qucaq dolusu salamlar diləyirəm, salamlar deyirəm. Özünüzə çox yaxşı baxın. Salam, mən Nəriman Kərimli. Hal-hazırda sizi Amerika Birləşmiş Ştatlarının Minneapolis şəhərindən salamlayıram. Hal-hazırda Amerika Birləşmiş Ştatlarının Minnesota Universitetində dövlət proqramı ilə 3-cü təhsilimi alıram. Ümumilikdə isə bu 2-ci magistr dərəcəmdir. Belə bir deyim var, deyirlər, əgər gələcəyə xilas etmək istəyirsənsə, bəşəriyyəti xilas etmək istəyirsənsə, insan yetişdir. Mən bu termini, belə deyək, praktikada işlənməsini Elxan müəllimin simasında görmüşəm. Elxan müəllim millət vəkilliyi dövründə, mən də təhsil aldığım dövrdə Şamaxıdan ən yüksək bal toplayan abituriyentlərə təqaüd verirdi. Bu təqaüd təbii ki, bizim maddi baxımdan çox kömək olurdu, amma bunun mənəvi tərəfi mənim üçün çox önəmli idi və mən onda anladım ki, insanlar təkcə özləri üçün yox, həm özləri, həm ailə üzvləri, həm də cəmiyyət üçün yaxşı bir iş görməkdən ötürü digər insanların da həyatına investisiya etməlidirlər və gənclərin yetişməsinə dəstək verməlidirlər və bu mənə bir belə deyək, motivasiya oldu və mən öz karyeramı Elm və Təhsil Nazirliyində davam etdirdim. Bu da bir növ sosial sahə hesab edilir və mən peşə təhsili sahəsində işlədim və digər gəlirli sahələr, özəl sektor olsa da mən bu sahəni seçdim və düşündüm ki, peşə təhsili ən çox aşağı gəlirli ailələrdən olan insanların təhsil aldığı bir təhsil pilləsidir və buradakı insanlara dəstək vermək gələcək üçün daha əhəmiyyətlidir və təsadüfi deyək ki, burada işlədiyim müddətdə mən az təminatlı ailələrdən olan peşə təhsili gənclər üçün Azərqol təqaüd proqramının təsisçilərindən, digər müəlliflərindən və layihə rəhbərlərindən biri oldum və bu da mənim üçün Elxan müəllimin praktikada yaratdığı reallıqlardan biridir. Ümid edirəm ki, gələcəkdə Elxan müəllim kimi insanlar daha çox olacaq və onlar bizi kimi gənclərin həyatına toxunacaqlar və Elxan müəllimə də buradan uzun ömür can sağlığı arzulayıram. Çox sağ olun.